Salam Şura xala. Selam. Hoş geldin. Çox sağ olun. Şura xala həm qonşumuz olub, həm də Buladı kəndində ailə qurduqdan sonra illərdir ki, bizim kəndimizdə yaşayır. Şura xalanın neçə yaşı var? 84. 84 yaşı var Şura xalanın. Şura xala bizim uşaqlıq illərimizin ən sevimli xalalarından biridir. Dəyərli izləyicilərimiz göstərmək istəyirik ki, Şura xala Belarus. Belarus qadını olub. Belarus qadını olub, özü haqqında özü məlumat verəcək. Şura xalanın böyük oğludur, Nadir Mamedov. Hal-hazırda Nadir müəllim, siz harda yaşayırsınız? Belarusiyanın Vitebsk şəhərində. Çox gözəl. Nadir müəllim, siz niyə gəlmişdiniz kəndə? İndi təsadüfi bu qış aylarında doğrudan mənə maraqlı gəldi. Şura xalanın böyük oğlu kəndə qış ayında niyə gəlib? 6 noyabrda anamın ad günü idi. O ad gününə gəlib çıxmışam. 26 noyabrda. 84 yaşı oldu anam. Çox gözəl. Anasının ad gününə, doğum gününə gəlib. Siz ananızın qayğısına qalmısınız, kəndə gəlmisiniz. Ananızın doğum gününü qeyd eləməyə. Şura xala, özünüz haqqında qısa məlumat verə bilərsinizmi? Harada doğulub böyümüsüz? Ben Belarusya, Beykoz olmuşam. Belarusya. Belarus'da. 60 ildə gelmişim Azerbaycan'a. Boladıya. Polonya'ya. 7 tane uşaq olub burada yaşamışam. Şura xala xəstəliklə əlaqədar biraz danışmayı pisləşib, amma ki, yenə də onun özündən eşitmə bizə nəsib oldu, şükür. Yenə də Şura xala öz haqqında özü məlumat verəcək. Bir yəqin ki, tamaşaçılarım başa düşəcəklər bəzi. İndi oğlu Nadir də kömək eləyəcək ona danışmayda. Bəli. Şura xala, siz Belarusiyanın hansı şəhərində anadan olmusunuz? Vitebsk oblast. Vilayet. Vitebsk vilayeti, oblastda vilayetin dediler. Vitebsk vilayetinden anadan olmuşsa Vitebsk vilayetinde de. Siz məktəbə getmisiniz orada? Geldim. Gitmişim. Firmada istemişim 15 il. Hansı firmada? İnek firmasında. 15 yaşında. 15 yaşında. 15 yaşında firmada işliyor. Sonra nə oldu Şura xala? Məktəbi bitirdinizmi? Yok, mektebi tamam bitirmedim. Geçtim Mis şehrine işlemeye. Orada 2 yıl kişiler ordunu zavodda istemişim. 2 yıl zavodda işliyor. Sonra gelmişim. Sonra papayla tanış olup, atayla tanış olublar. Atam Minsk şehrinde askerliği ediyor. O tanış olublar, vassalamdır. Yakışıklı. Cami 1-2 ay kaldı. Zaks ilerledi. Sonra ben getiririm buraya. Siz gələndə burada ailə üzvlərindən kim var idi? Sabir əminin atası, anası kim var idi? Anası yok idi, atası yok idi. Kardeşi vardı, kardeşi arvadı. Siz onların evinə gəldiniz Şura xala. Bir de baldozu vardı. Baldızın var idi. Reyhan. Reyhan baldızı. Reyhan xala da hal-hazırda yaşayır. Reyhan xala var idi. Ailə qurmamışdı Reyhan xala. Yok. Hə, siz necə oldu? Orada nə qədər yaşadınız kənd evində? Onların Bilmiyorum. Bir yıl yaşadık, sonra balaca ev, öz ev dikmişim de, puşdan sanmışım evde, rekali ev. Sonra onun içinə palçıq saldı, samanla palçıq. Elə idi. Aynen. Hə, o evi düzəltdi. Neçə gözü, 2 otaq oldu? Yok, bir.
Bir otaq. Ha, bir Burada otaq. elə, buradan torpaq almışdınız. Yok yok yok. Yok, Yox, ata ocağında. O ata Orada, ocağında. ha. oradaydı. Sonradan bu həyəti aldınız, gəl köçdünüz bura. Sonra buraya geldim. Burada balaca ev yine de tahtada fışna. Ha, burada da balaca evlədi, sonradan bu evi Sonra, Bu ev neçənci ildə? 74-cü il yazılı burada. Ha, Baxın, Oca 70. 74 oca o vakti oca 6 tane uşak var idi. Tofik bu hayatta doğdu. Tofik sonra Elnara. Öyle. Ha, 2 uşaq burada doğulub. 5 uşaqla gəlmisiniz, 2 uşaq doğulub burada. Nə olar, nənənin yadından çıxa bilər. Biz bu təbii haldır. Benim 10 yaşım var idi. Tofik bu hayatta doğdu. Sabir əmi necə adam idi? Yaxşı yaşadınız onunla bu kənddə. Hamıca yaşadım. Hamıca. Neçə ildir rəhmətə gedib Sabir əmi? Sabir əmi üçün ağlayır. Allah rəhmət eləsin. Ay Şura xala, ağlamayın, xahiş eləyirəm. 62 yıl bir yaşım var. 62 il bir gəl. 3 ildir rahmete gidip ha. Ağlamayın Şura xala. Ağlama. No 3 yıl. Ağlarım. Şura xala, darıxırsınız. Yaxşı kişi olur. Yaxşı kişi olub Şura xala. Belki bana bir defa söyleşimi bir defa bana doymuyor. Al kaldırım yapma. Anlık kaldırmıyor. Ne isterim ama dükkanın kapağına alıp getiririm. Ne isterim getirirdim. Sizin hər arzunuzu yerinə yetirirdi Şura xala. Her arzu. Burada evde istemişim. Genç yaşamışım. O vakti ben bilmedim. Çok uşak olanda 45 yaşında çıkar. Ben 50 yaşında çıkmışım. 7 tane uşağına. İsterim vardı 20 ben staj gözlemişim. Yok 18 yıl staj gözleyirdim. İstemişim. Əmək təqaüdü də alırsınız da Şura xala. Təqaüd də alırsınız. Ben kendim isteyirdim. Bilmiyorum ondan sonra o yerde isteyirdim. Şura xala, talış dilində bilirsiniz. Başa düşürəm, danışmıyorum. Azərbaycan dilini öyrəndiniz. Hamısı başa düşürəm ama kim demeydi de qaytarardım. Ama danışma. Heç danışmamısınız Şura xala. Yok. Hamısı çünkü benim kaynı arvadı değildi. Haralı idi? Masalının yedi. Ha, Azərbaycan da danışırdı. Hə, ona görə. Onlar Azerbaycan. Masalı. Türkiye vıt tabi, Türkiye. Tırka deyərdiniz ona. O vaxt tırka deyərlər, tırka. Şura xala, ailə qurmaq qərarını verəndə hansı çətinliklər və ya tərəddüdləriniz oldu? Burada şartı oldu ki evi yok idi. Kanala yok idi. Kanada yok idi. Ben tek yedim. Tak idi, tak. Sizin bəs kiminiz var idi Belarusiyada? Belarusya. Sizin öz qohumlarınız? Benim anam vardı, atam vardı, bacım vardı. Biz beş uşağıydık. Əlaqən varmı Şura xala onlarla? Sırfta var idi. Sonra benim nanam da, bacım da, dedem de rahmete gitti.
Şura xala. Onları mən yaxşı bilirəm. Mən yaşayıram orada, onların hamısı. Buyurun danışın. Siz de biraz o barədə danışın. Onun anamın 3 tane bacısı, ya 3 tane. Bir tane kardeşi, hala kardeşi sağdı. Sağdı, 56. təvəllüd deməmcim. 56. təvəllüd hala sağdı. Bir tane de bacısı qalıb. Bacısı qalıb, o da 49 təvəllüd deyəsən. O qalıb. Böyük bacısı, anamın böyük bacısı getdi rəhmətə. Allah rəhmət eləsin. 11 il bundan qabaq. 11 il Onlar hamısı Belarusiyada hamısı yaşayır. Belarusiyada mən gedib gəlirəm. Onlar uşaqları qalıblar, hamısı qalıblar. Yeznələri zadı. Biz görüşürük, gedirik. Siz özünüz Belarusiyada Mən qalırsınız. Belarusiyada oluram, Vitebsk şəhərində. Bəli. Amma anam da Vitebsk vilayətindən, oblast. İndi bir dənə deyirəm, bacısı qalıb, qardaşı qalıb. Bacı uşaqları çoxdur. Nəvələri var. Hamısı savadlı uşaqlardılar, yaxşı uşaqlardılar. Sizin neçə evladınız var? Mənim bir dənə oğlum var, üç Allah dənə nəvəm sağlasın. var. Şükür. Birinin adı, böyük nəvəm adı İsmail, ikinci nəvəm adı Ahmet, üçüncü nəvəm adı İlyas. Çok güzel, çok İki güzel. nəvəm var, bir dənə oğlum. Onlar da məktəbə gidirlər, oxuyurlar. Bizdən ne derler, adıyla, onların öz evləri var. Bəli. Onlar şəhər, yəni fərdi özləri üçün yaşayır, şəxsi evləri var. Şəhərdə yaşayırlar. Biz də uşaqların da Hərənin öz evləri var. Çox gözəl. Şura xalaya indi növbəti sualı verərik. Şura xala, kənd cəmaatı sizi ilk günlər necə qarşıladı? Kənd cəmaatı necə idi? Buraya gələndə necə? Necədir mənə hamısı yerlərdə Rus'tu. Rus. Ondan oturma durma yeme onun yemin içimin. Deme, öyle deme. Sonra öyle anlatı başladı. Sonra hamısı beni istiyorlar. Sonra hamısı içiyorlar. Hamısı benim evime geldiler. Her şeyi içiyorlar. Toylara nerede çağırır ve yemek pişirmeye de Pilavsız ölüm. Çıkarırdım. Gece lavan giyinirdim. Balık. Tendirde balık pasta. Təndirdə Pasta yani o çekilerden. böyük çəkilər, cücələr. Döyülər kim olurdu. Balık onlar alırdı. Yel balığı. Sonra ne bileyim. Bir balık vardı. Onlar pişirmediler. Bacarmediler. Balıkları ondan sonra. Ben aferin bilmiyorum kime döndü. Ben niçin tanrı pişirmiştim. Təndir balığı, təndir cücəsi siz bişirirdiniz. Şura xala, Şurayı ben pişirirdim. Bütün cemaat gelirdi. Uşaq. Bir iki hamısı bana bir para şurayı alırdılar, gezerdiler. Şura xala, deməli siz özünüz də talış yeməklərini çox sevmisiniz. Çok sevmişim. Çox sevdiniz. Ona görə aşbazlığı seçdiniz, hə? Deməli xeyir şərdə həmişə insanlara kömək eləmisiniz. Hamısı. Onun müqabilində sizə hörmət də eləyirdi kənd cəmaatı, düzdürmü? İnirdi, çok inirdi. İdarədə işçiləri gəlir, bana xorayla onlar pişirərdim. İdarə işçiler. İdarə işçiləri gəlib yerdilər. Pişirərdim onlar. Savxoz işçiləri. İdarədəki idare işçileri. Sabir əmi ilə gələrdilər. Sabir əminin işi axı traktorist idi. Traktor sürürdü. Lapet sürerdi. Lapet sürerdi mi? Lapet deyirdilər, lapet. Traktorist lapetçi. Hə. O traktoru savxozdan vermişlər ona, Şürəqala. Savxozda, Qarajdan vermişlər. savxozda yok.
Safxozda Ha, ölmüş. yok, Safxozda. safxozda. Safxozun traktörü. Ha, Ha, Safxozun. Garajda saxlayırdı. Ha. Tapanın üstünde o tarafında. Qaraj var idi, O təpənin tarafta üstündə var, uzanasına. var, ondan- O traktorları axşam tərəfi gedib orada qoyardılar, gələrdilər evə. Hər yenə sübdən durardılar, hara öz işinə gedərdi. Sonra derman aparatı verirler. Her yerde gece duran giderdi derman sahaya. Şey, Sahaya, bəli. Darman deyəndə kimya. Gübrələr, Ha, gübrələr. Ancaq gecələr. Saat 3'də, saat neçədə o gedər. Nə dərman idi? Səpirdi, su. O lap o traktordan da istifadə eləyərdi. Baçok kimi idi belə. Çökü var idi. İçində dərmanı qarışdırardılar, səpərdilər sahalara. Ancaq gecələr. Şuraxla, siz də evdə ailənizə baxırdınız da, uşaqlarınıza bişirərdi, düşürərdiniz. 9 neferdi. 7 tane uşak, bize 2 nefer. 9 nefer. Hamsi askere gitti. Hamsi o zaman ara gitti. Hamsi Evləndiler. Hamısı evləndiler. hamsi evlendiler. Şuraxla, o vaxtı Talış xanımları çox uşaqlı olardılar axı, Talış ailələri. Kəndimizdə hamının 9, 10, 11, 12 uşaqları var idi. Şimdi görürsen hamsi 2 tane artık yoktu. 2 dənə uşaq azdı Şuraxla. Nerede ki? Bizdə Belarusiyada 3 dənə uşaq sayılır. Çox uşaqlı ailə sayılır Belarusiyada. Neçə uşaq? Üçdən Bəli, bəli. 3 uşaqlı ailələrə güzəştlər var da. Evleri Üçdən verirler. 4'ü 5'i Evleri verirler. evləri. Amma heç. Azərbaycan ailə dəyərləri və yaşayış tərzinə uyğunlaşmaq sizin üçün çətin oldumu? Çetin oldu. Çetin. Amma siz qaldınız sona qədər öz ailənizdə Hiç yere. sədaqətli qadın kimi. Hiç yere gitmedim. Kaçmadım o bırakma. Birine iş görelim. Ha. Allah'ına pazar yiyelim. Tanrı uğraşırlar, pişirirler. Təndirə çörək bişirməyi də öyrəndiniz. Hamısı. Hər şey. Oldunuz əsl Talış xanımı. Ha, biledim. Talış xanımlarını sevirdiniz Şuraxla. Çevirdim. Çok. Çevirdim. Qohumlarımız hamısı tanıştılar. Hamısı qohumlardı. Tanıştılar. O da indi hamısı gelir, bir gelirler beni aktarır. Ziyarət eləyirlər sizi. Yani hamısı. Çox gözəl. Başka getir, dillər, hamısı gelirler. Cildə çox qohumlarımız var. Çox. Ha. Atamın bacısı var. Cildə olub o vaxt. Uşaqları da Hamısı bibi gəlir. qızları, bibi uşaqları hamısı, Ha, nəvələri hamısı gəlir. gəlir. Hamı gəlir siz ziyarət edir. Çox gözəl. Şura xala biraz yeriməyə əziyyət çəkir. Teşekkür ben. Təşekkür. Çox amma zirək qadın olub Şura xala. Birinci pomidor çıkartırdım, hıyar. Ay sağ ol. Çıkartırdım. Her kalkoz yiyor, her hayat işi. Hamısı bana geldi. Ha, bütün işləri görmüsüz. Hamısı bana da kitabı verirdi, yani kabakçı gibi. Bana da kart verirdi, bırakırdı. Ha, bir qadir sizi mükafatlandırardı, belə deyək də. Ha? Uşaqlarınızı toy mərasimlərində, gəlin köçürmə adətlərində hansı məqamlar sizi təsirləndirirdi? Sizin uşaqlarınız bizim adət-ənənə ilə ailə qruplarda Görün. Hadi eğlensinler. Talış xan uşaqları kimi gəlin köçdülər, evləndilər. Sizdə də yəqin ki qızlar gəlin kitəndə Quranın altından keçirdiniz, düzdürmü? Bal sürtürdünüz qapıya belə. Sonra nə edirdilər? Sonra
Şapkayla neyse. Sırada ise qaynananın balı verirdilər qaynanaya ki siz yeyin, Ha. çörəyə sürtərdilər, uşaqlara paylayardılar. Ha, belədir. Öyle şey oldu. Bizim adət ənənələrimizlə Ha, siz uşaqlarınızı yola saldınız, ailə qurdular. Kənd cəmaəti ilə münasibətləriniz yaxşı idi, düzdür? Yaxşı deyirəm. Hə, kəndin hansı xüsusiyyətləri sizi burada saxlamağa vadar elədi? Yoldaşım yaşlıydı. Yaxşı O, yol. onu istəyirdim, ona görə qalmışam. Siz Sabir əmiyə görə hər şeyə dözdünüz, Ha, qaldınız burada. Her şey. Sevgi, her şey. muhabbete göre, sevgiye göre. Həyat yoldaşınızla bağlı sizi ən çox təsirləndirən xatirə hansıdır? Her şey yaşlıydı. Siz ümumi ondan razı qalmısınız. Hər bir hadisə, hər şey yaxşı ürəyinizcə olub, belə deyək. Her şey. Onu bir de Ama hiç zamanlık var. Şura xala, ömür boyu Azərbaycanda yaşamaq qərarınızı necə qiymətləndirirsiniz? Yaşlı. Beş kalı. 5 bal. 5 bal verirsiniz, 5 pilyos. Sağ olun. Allah sizə sağlam ömür versin Şura xala. Gənclərə və fərqli millətlərdən olan ailə quranlara nə kimi məsləhət verərdiniz? Ben masaya verirdim. Azerbaycan'da evlenirler. Evlenen o kişiler Rusya'da giderler. Özüncü orada kız tapırlar. Tapmasın. Tapmasınlar. Tapmasın. Gelsin Azerbaycan'da yaşasın. Öz ailesiyle yaşasınlar. Ha. Başka evlendiler, bir de yine ki evlendiler. Hele ahıra kimi Aha, bir-birinə gözəl yaşasınlar, hə yaşasınlar, Şura ha. xala? Ora bura kaçmasınlar. Onlar gelirler Azerbaycan oğlanı geçirirler. Oraya kazancı yapmaya. Orada kızına burada aile atırlar. Kızına orada evlenirler. Eləməsinlər elə. Bir də ailəsinin, öz ailəsinin qayğısına qalsınlar. Öz ailəsi ilə yaşasınlar. Şura xala, sizin haqqınızda insanlar nəyi bilsin, nəyi xatırlasın istəyərdiniz? Neyi xarlasın? Neyi xarlasın? Neyi xatırlasın? Kəndimizdə bir Şura xala var idi. Kaba beden bize bakır. Sədaqətli, mehriban, gülərüz, zəhmətkeş Şura xalamız. Hamısı qonşular yığışdırır benim başına. Hamısı Bir yerə yığışardınız Talış xanımları ilə. Mehriban yaşamısınız. Qonşuluq əlaqələriniz olub. Hamısı yaxşı. Can deyib can eşitmisiniz. Hamısı Bir-birinizə mehriban olmusunuz. Bir süfrədə oturmusunuz. Şərdə, xeyirdə, bir yerdə arada olmusunuz. Adam bizi açardı. Hayatta oturardı. Hamısı evde yerdik. Çay getirirdik. Samaver kaynatırdık. Çay içerdik. Hamısı böyle. Mehriban oldular. Komşularla. Şura xala, siz sevindinizmi sizin böyük oğlunuz sizin ad gününüzə gəlib? Çok. Hiç gözlemedim. Sürpriz oldu. Sürpriz eləmisiniz? Heç kimə Heç deməmişdiniz. bilmirdim. Allah sizdən razı olsun. Gözəl övladlıq eləmisiniz bu ad günündə. O biri uşaqlar da yəqin gəlmişdi. Hamısı yanlış. Oğlum, gəlim, qızım, yazın. Ne var ha? Ailəniz böyük olub maşallah. Hamısı. Nəvələriniz də ailə qurub. Nəticələriniz də var da Şura xala. Benim 20 tane nama var. 21 tane netice var. Subayı da var.
İnşallah onların toyunu görmək sizə qismət olsun. Sağ olun, inşallah. Nəvələrinizin toyundan da getmisiniz də yəqin. Hak etmişim. Ne var? Toyuna da Nəticələrin gitmişim. toyunu da görəsiniz ay Ha. Şura xala. Netice toyu görmüş. Şeye gelmiştim, benim oğlumun toyuna gelmiştim. Nə yaxşı. Ha? 11. ildə. 2011. ildə. O da orada evləndi, Belarus alıb. Hatta deyək ki, yoldaşı bir Rus'tu. İslam kabul elədilər, evlendikten sonra. Ne güzel. Minsk'e getdilər, Məkidə gediblər. İndi onlar 5 dəfə nə adam namaz qılırlar. Gəlinim Ha. geyinir müsəlman kimi. Vallahi məktəbdə işləyirdi, müəllimə işləyirdi. Onu sonra qoydu, uşaqlarla evdə oturub namaz qılır, 5 dəfə namaz qılır. Böyük nəvəm də ona da öyrədilər necə qılmaq. Böyük nəvəm ərəb dilini oxuyur. İmtahan da verir ərəb dilində. Çox. İkinci nəvəm isə Çin dilini öğrenir, saklıyor. O da namaz kılır. Onlar vəbşi təmiz müsəlman kimi, müsəlmanlardır. Ben ise yok maalesef. Siz namaz qılmırsınız, amma onlar qılırlar. O evlənəndən sonra getdilər Minsk'də, Məkidə. Onlar orada özlərini yazdırdılar, nə ad verdilər, nə bilmirəm elə şeyləri. Ancaq ondan sonra yok. Heç nə sigaret çəkir oğlan, nə içki, vəbşi təmiz müsəlman oldu. İndiyə kimi. 11. 14 ildir yaşlıdır bir yerdə. Həmin gündən müsəlman oldu. Nəvələriniz böyükdür. Böyük nəvəm 6-cı sinifdə oxuyur. 6-cı sinifdə. Maşallah. 2-ci, 3-cü sinifdə. Balacası gələn gedəcək 1-ci sinifdə. Hə, şükür Allaha. Allah onları saxlasın. Sağ olun, sağ olun. Allah onları qorusun. Allah sizə gözəl günlər nəsib eləsin. Şura xala. Sağ olun. Fəxr edin ki, belə övladlarınız var, Şura xala. Sizin ürəyinizi sevindirib Allaha çox xoş gedər. Ben Samir'den 4 yaşı balacağım. Gördülər. Sabir əmidən 4 yaş balacasınız. O indi haşat 8 yaşı. Olmalıydı. Ha, Yanlara. haşat 8 yaşı. Benim haşat 4 yaşı. Ben 4 balacağım. Kətdə 65 il ömür sürürsüz. 65 il. Bizə çox xoş oldu Şura xala sizlə görüşmək. Sizin böyük övladınızın burada olmayı lap yaxşı görüşdü, lap yaxşı oldu. Çox xoş oldu bizim üçün. Sağ olun. Sizə sağlam ömür arzulayırıq. Hər zaman övladlarınız sizin yanınızda olsun, siz ziyarətinizə gəlsin, sizin ürəyiniz də həmişə sevinsin Şura xala. Allah seni sağlasın, hoşbaxt yaşayırsan. Senin evde gözün var, hoşbaxt olsun. Hoşbaxt olsun. Sağ ol Şura. Hoş hayat yaşasın. Amin. Hamıca sağlam olun. Hamıca sağlam olun. Sağ olun Şura xala. Sizin təəssüratlarınız necədir? Poladın kəndinə girəndə necə özünüzü hiss edirsiniz? Neçə ildir gəlmirdiniz? 3 yıl. 3 yıl yanmadı. 3 yıl yanmadı. Gelmiştim atamın göğsüne yandı. 3 yıl yanmamış. Kentli de adamı çekirdi. Yani, vatandı. Vətəndir, Ya, fən. gelmek istiyor adam buraya ancak. Böyle. Ailəniz oradadır deyənə. Adam orada ya. Gece 41 yıldır yaşıyorum orada. 41 yıl. 41 yıldan çoktu. Orada nə edirsiniz? Askerden yalandan sonra, askeri 84. yılda. Burada orta məktəbə getmisiniz? Qurtarmışam 10-cu məktəbi, 10-cu sinif qurtarmışam, yaxşı qurtarmışam. Alaçı olmuşam, özüm tərəfə vuram. Yaxşı oxumuşam, ancaq belə instituta girə bilmədim düzdür o vaxtı. Getdim əsgərliyə, oradan əsgərdən gəldim evə, bir ay qalmadım, çıxıb getdim Belarusya. Belarusiyada qohumlarım var, mamanın qohumları. Maladeşni şəhərində texnikuma girdim. Texnikuma. Qurtardım o texnikumu, məni yolladılar, Maladeşlə yolladılar Vitebsk, Belarusiyyanın Vitebsk şəhərinə. İndiyə kimi bir dənə zavurdular, orada işləyirəm. İndiyə kimi 40 ildir, 39, 87-ci ildən indiyə kimi. Həmişə o zavodda işləmisiniz.
İşləyirəm. Yaxşı işləyirəm. Həmişə sağlam olun, Sağ işləyin. ol, işləyirəm. Çox gözəl. Həyatınızda da razısınız, nəvələrinizdən də Hər razısınız. şey Allaha çox şükür, hər şey yaxşıdır. Hər şey Çox gözəl. yaxşıdır. Bizim deməli fərqi yoxdur. Ananız Rus olub, Belarus olub. Yox, heç nə. Siz onu hiss eləməmisiniz, düzdürmü? Heç kəs bizə, heç kəs indiyə kimi deməyib ki, bizə bu yaşayanda, Azərbaycanda yaşayanda deyib ki, deməyib ki, sənin anan Rus deyil, yoxsa belə ki. Belarusiyada mənə indiyə kimi heç kəs deməyib ki, sən necə deyirlər, başqa millətsən, heç vaxt. Buna görə ki, Belarus milləti çox yaxşı millətdir. Onlar elə sakit millətdirlər. Heç vaxt indiyə kimi mənə heç pis söz yəni olmuyor. Gözəl yaşamısınız. Yaşayıram, gözəl, hər şeyimdə var. Necə yaşayırıq, yaxşı, normaldır. Normal. Həmişə yaxşı yaşayasınız, həmişə gözəl səsiniz, sorağınız gəlsin bizim kəndimizə. Gözəl yaşayasınız, sağlam ömür yaşayasınız, hər şeyiniz varsa, deməli hər şey yaxşıdır. Yaxşıdır. Hər şey Hər şey yaxşıdır. yaxşı. Şükür. Şura xala, 45-ci illərdə sizdə o vaxtı müharibə idi də. Var benim 3 yaşı var idi. 3 yaşım var idi. O vakti Nimes kalmışı Belarusya'da. Benim atam partizan idi. Partizan olur. Partizan idi. O zaman benim olup komandir. Komandir partizan. Partizanların komandiri. Partizan. Ona göre beni taptılar, götürdüler, attılar. Yanan ot. Yanan otun için. Sizi əsir götürüblər? Götürdüler. Sonra bacım hala bir bayı gezdirmişti. Ama beni yok. Beni götürdüler. Otun içine attılar. Bədəni yanıb. Yani bir tərəfi yanıb. Hələ də yanıq izləri var. İzləri var. Ha. Səni kim xilas eləyib Şura xala? Sonra Kimsən o? Şuhumlar bilmiyorum kim beni attılar. Odun içine. Yanan yere. Ha. Sonra suyun içinde attılar. Suyun içinde atana hamsi yanan yeri partiye bakın. Sonra ne kadar mama inaygi naydi manaya ilerdi. Verirdi kim manaya ilerdi. Hamsi mama. Sizə müalicə elədilər? Manaya ilerdi. Hamsi burada. Yanıq izləri qalıb hələ də. Qolunda da qalıb. Sonra böyüdünüz. Sonra elə müharibə qurtardı. Siz orada işləməyə başladınız. Fermada dediniz. Fermada qabaqcıl oldunuz. Neçə yaşınız var idi? Fermada gittim 14-15 yaşında. Oradan sizi göndərdilər. Həmin yaşlarda idiniz, getdiniz. Sizi Onda 14 yaşında oraya Komsomol'a götürürdüler. Komsomola keçdiniz. Kreml'e. Kremlə, Leyli Mavzaleyinə. Yollayıblar. Xalq təsərrüfatı naillətləri sərgisidir. Sərgiyə getmisiniz. Sizə orada xoş təəssürat yaratdı da, Kremli görmək, Leyli Mavzaleyini görmək. Ora hər adam gedə bilmirdi o vaxtlar. Düzdür Şura xala? Leylinin heykeli var idi. Leylinin Heykeli var idi. tabutu. Maraqlı oldu Şura xala. Çox təşəkkür edirik. Sizi yormayaq. Biz də çox şad olduq bugünkü müsahibənizə görə. Sağ olun Şura xala. Siz də sağ olun Nadir bəy. Sağ olun. Vətəni unutmaq olmur. Biz
çok çok. Şura xala, siz Belarusiyanı unutmusunuz Şura xala? Unuttum ben. 65 yıl geçirdim. Şura xala, siz unutdunuz ha? Ha. Deməli bizim, Ben şu burada yaşadım. deməli siz Talış gözəlisiz. Ha. Talış gözəlisiz? Hı. Çox gözəl. Ay Şura xala, çox gözəl dediniz. Bu da bizim Şura xalamız. Öpürük sizi Şura xala. Sağ ol Şura xala. Sağ ol. Öpürük sizi. Sağ ol.